Hamıya salamlar, hörmətlər. Dünən mən euforiya haqqında qısa bir paylaşım etdim və hesab edirəm ki, bu həqiqətən də günümüz reallıqlarında son dərəcədə ciddi bir məsələdir. Müzakirəyə ən azından layiq olan bir məsələdir. Ancaq paylaşımın altındakı bir çox şərtdən də göründüyü kimi, məsələ aldı başını və ABŞ-da istehsal olunan, səhv etmirəmsə 2 ya 3 sezon yayımlanan psixoloji drama janrında euforiya serialına qədər getdi. Yer gəlmişkən şərhlərə, bəyənmələrə, suallara, təkliflərə görə hər birinizə səmimi təşəkkürlərimi yetirirəm. Və gəncləri mənim yaşımda bir adamın bu serialı izləməsi də heyrətləndirdi, təəccübləndirdi. Ancaq əziz gənclər, əmin ola bilərsiniz ki, yaşlı nəslin və sizdən nisbətən yaşlı nəslin də məhz belə əsərləri, filmləri, serialları izləməsi, xüsusilə də valideynlərin son dərəcədə mühüm əhəmiyyət kəsb edir. Çünki müasir dünya, məsələn, mənim nəslimin zəmanəsindən, yeniyetmə və gənclik çağlarından çox fərqlənir. İndi təhdidlər, təhlükələr son dərəcədə fərqlidir, bir qədər intensivdir. Onların proqnozlaşdırılması, gözlə görülməsi çox çətindir. Və bu serial süni halda özünü euforiya vəziyyətinə çatdıran insanların həyat mücadeləsindən bəhs edir. Yeri gəlmişkən filmin yaradıcılarından biri Sam Levinson özü də yeniyetməlik və gənclik çağlarında narkotik aludəçisi olub, asılılığı varmış. Və mənim dediyim euforiya təbii euforiyadır. İstər təbii, istər süni euforiya vəziyyətində insan reallıqla bağlantılarını itirir və öz hərəkətlərini, davranışlarını ölçə bilmir, biçə bilmir. Nəticə də çox acınacaqlı olur bir çox hallarda. Bu qədər. Hələlik.